İndi isə daha ətraflı. Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, təəssüf ki, Ukraynanı NATO-ya qəbul etmirlər. Bunu Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib. Təəssüf ki, bizi NATO-ya qəbul etmirlər. Biz bunu çox istəyirik. Düşünürük ki, bu bir çox problemləri həll edə bilər. Amma danışılası bir şey yoxdur. Amerika Kiyevin NATO-da əsas müttəfiq kimi Ukraynanın alyansa qəbul olmasını dəstəkləmir. Hazırda vəziyyət belədir. Ukrayna Silahlı Qüvvələri Rusiyadan Avropaya qaz nəqlində mühüm rol oynayan Sudja qaz ölçmə stansiyasına zərbə endirib. Hadisə yerindən ilk görüntülər dron vasitəsilə lent alınıb. Sudja tranzit xətti Rusiya qazının Avropa İttifaqına tədarükü üçün yeganə marşrut olaraq qalırdı. Hücumun nəticələri və qaz nəqlinə təsiri ilə bağlı rəsmi açıqlamalar hələ ki verilməyib. Rusiya mənbələrinin məlumatına görə hadisə yerində alovun şiddəti o qədər böyüdü ki, ətraf gündüz kimi işıqlanıb. Rusiya rəsmiləri hücumla bağlı araşdırmalara başladığını bildiriblər. Rusiya qüvvələrinin Ukraynanın Odessa şəhərinə indirdiyi hücum nəticəsində mülki infrastruktur zərər görüb. Odessa hərbi administrasiyasının rəhbəri Oleg Kiperin məlumatına görə hücum zamanı çoxmərtəbəli yaşayış binası, ticarət mərkəzi və bir neçə mağaza zədələnib. Nəticədə 3 nəfər o cümlədən yeniyetmə qız yaralanıb. Hücumdan sonra 3 fərqli ərazidə güclü yanğınlar baş verib. Bundan əlavə şəhərin Primorski, Peresepski və Kiyevski rayonlarında lokal elektrik kəsintiləri qeydə alınıb. 2024-cü ilin dekabrından bəri 1,2 milyon insan Suriyada öz evlərinə qayıdıb. Onlardan 885 mini məcburi köçkün, 302 mini isə qaçqın olub. Bunu BMT Baş Katibinin xüsusi nümayəndəsi Adam Adilmoğlu qurumunun New Yorkdakı baş qərargahında keçirilən gündəlik mətbuat konferansında bildirib. Abdelmaula deyib, Suriya kritik dönüş nöqtəsindədir. Lakin 14 illik münaqişə və 16,5 milyon insanın humanitar yardıma ehtiyacı olması Suriyanı dünyanın ən böhranlı ölkəsinə çevirib. O, Türkiyədən gələn yardım karvanlarının sayının ilin əvvəlindən bu yana 678-ə çatdığını bildirib. BMT koordinatoru həmçinin Suriyada minaların böyük təhlükə yaratdığını və 2024-cü ilin dekabrından bu yana 600-dən çox insanın onun qurbanı olduğunu bildirib. Rusiya lideri Vladimir Putin daxili auditoriyanı güzəştə əsaslanan davamlı sülhdənsə Ukraynada uzun sürən müharibəyə hazırlaşmağa təşviq edir. Bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir. Məqalədə qeyd olunur ki, son günlərdə Putin və digər rəsmilər Rusiyanın Ukraynada uzun müharibə yalnız Kremlin şərtləri ilə sülh gözlədiyi barədə mesajlar verirlər. Martın 18-də Amerikalı həmkarı Donald Trumpla telefon danışığından az əvvəl Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının konqresində iş adamları ilə bağlı qapılar arxasında görüş keçirib. ABŞ İnstitutu bildirir ki, Putin Rusiyalı iş adamlarına müharibəni dayandırmaq üçün ləng və çətin danışıqlar aparacağı barədə xəbərdarlıq edib. Dövlət başçısı bu məsələdə onlara sadəlöv olmamağı tövsiyə edib. Həmçinin Putin açıq şəkildə bəyan edib ki, Rusiya Qərbin sanksiyalarının tez bir zamanda ləğvini gözləməməlidir. Araşdırmalar İnstitutu xatırladır ki, Kreml uzun müddətli Rusiyanın mövcud cəbhə xəttindən kənarda ərazi və təhlükəsizlik güzəştləri ilə bağlı tələblərini gündəmə gətirir. Dünən gecə Böyük Britaniyada dünya gündəmini silkələyəcək səssiz, lakin olduqca önəmli bir toplantı baş tutub. BBC Rus xidmətinin məlumatına görə Londonda 20-dən çox ölkənin baş qərargah rəisləri istəkli ölkələr koalisiyasına qoşulmaq niyyəti ilə bağlı qapalı iclas keçiriblər. Bu koalisiya Ukraynaya sülhməramlı kontingent göndərmək istəyən dövlətləri bir araya gətirir və təşəbbüsə Böyük Britaniya ilə Fransa rəhbərlik edir. Məlumata görə bu koalisiyanın bütün üzvləri Ukraynaya qoşun göndərməyə hazır deyillər. Bəzi ölkələr əvvəlcədən bildirmişdilər ki, döyüş kontingenti göndərmək fikrində deyillər. Lakin başqa yollarla logistik, hərbi texnika və ya təlim dəstəyi ilə kömək edə bilərlər. Görüşün qapalı formada keçirilməsi məhz baş qərargah rəislərinin iştirakı, qərarların hərbi xarakter daşıdığını və bölgədəki gərginliyin yeni fazaya keçə biləcəyini göstərir. Rusiya mediasında və Kremlin dairələrində bu məlumat ciddi və narahatlıqla qarşılanıb. Kreml daha əvvəl Qərb qoşunlarının Ukraynaya daxil olmasını birbaşa müharibə eskalasiyası kimi qiymətləndirmişdi. Maraqlıdır ki, bu koalisiyanın yaradılması təşəbbüsü NATO çərçivəsində
bölgələrdə deyil, fərdi ölkələr arasında baş verir. Bu da onu göstərir ki, Qərb daxilində Ukraynaya münasibətdə vahid yanaşma yoxdur və bəzi ölkələr daha sərt addımlar atmaq niyyətindədir. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bəyan etmişdi ki, Ukrayna ərazisinə qardaş ölkələrin sülh məramlarının gəlməsi müharibənin taleyini dəyişə bilər. Gələn həftənin əvvəlində yüksək səviyyəli İsrail nümayəndə heyətinin Ağ Evə səfəri gözlənilir. Rəsmilərin Amerikada İranla bağlı məsləhətləşmələr aparacağı gözlənilir. Bu, Donald Trump'ın Amerika prezidenti vəzifəsinə başlamasından sonra Amerika-İsrail Strateji Məsləhət Qrupunun ilk görüşü olacaq. Forum İranın nüvə proqramının müzakirəsi üçün vacibdir. Görüşdə təkcə Qəzzadakı vəziyyət deyil, həm də İsrail və Livan arasındakı mübahisəli sərhədlə bağlı danışıqların müzakirəsi planlaşdırılır.